Son günlərdə sosial şəbəkələrdə geniş yayılıb. Bakıda və regionlarda müxtəlif məktəblərin ətrafında təhlükəli adamların müşahidə edilməsinə dair iddialar artıb. Səs yazılarından belə başa düşülür ki, uşaqları uğurlayan cinayətkar qrup formalaşıb. Qara maşındır, arxa və qabaq nömrələri yoxdur, arıq hündür deyir, oğlan sürür maşını, bir neçə deyir, belə qadındır. Amma burada Hüsanda biz dəli olmuşuq. Gör, neçə gün məktəbdən uşaqları oxuyurlar. Birini ölü tapıblar, uşağın orqanları yoxdur. Birini, nə bilim, qapının ağzına gətirib qoyublar. Qara maşında deyir, bir dənə də hündür oğlandır. Oğurlayır, ananın qabağından 2-3 metr uşaqla arası olur. Ananın qabağında oğurlayır, aparır. Bu səs yazıları o qədər sürətlə yayılıb ki, hətta məktəbli uşaqların valideynləri də təşvişə düşüb. Başı bağlı şəxsin üzünün görünmədiyi videoda paylaşılaraq, bu şəxsin əslində kişi olduğu və uşaqları uğurladığı iddia edilir. Elə uşaqları tək buraxmaya bayra. Məktəbə zada, da əməli başda bu xaçmaza gəliblər uje. Hər formada gəzirlər, polis formasında gəzirlər, başqaca formada gəzirlər. Qara bir maşındır, arvadlıdır, arvadlar çoxdur. Quban kəndində bir uşağı məktəbdən oğurlayıb aparıblar bu uşağın. İddiaların nə qədər həqiqi olduğunu öyrənmək üçün Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, yayılan səs yazıları ilə bağlı araşdırma aparılıb. Uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır. Həqiqəti əks etdirmir. Uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansısa məlumat daxil olmayıb. İddialar araşdırılıb. Qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Daxili İşlər Nazirliyindən onu da əlavə etdilər ki, vətəndaşlar diqqətli olsunlar, əsası olmayan belə məlumatları paylaşmasınlar. Ramal Abdullayev, Sevinç Vaqif qızı, Xəzər xəbər.